Deməli, keçən dərs biz çevirmələrdən danışdıq. Bugünkü mövzumuz isə say sistemləri üzərində əməliyyatlardır. Hansı əməliyyatlar var say sistemləri üzərində? Baxsaq, deməli, say sistemlərinin toplanması var. Toplanması. Sonra say sistemlərinin, bura qədər biraz xətt çəkin, belə. Sonra say sistemlərinin sıxılması var. Sıxılması əməliyyatı. Sıxılması. Sonra say sistemlərinin başqa nə əməliyyatı var? Vurulması var. Belə cədvəl halına salıram ki, hər birini ayrı-ayrılıqda yazaq. Onlar üzərindəki fərqlərə baxaq. Burada olacaq vurulması. Say sistemlərinin vurulması bu qədər düşən bir mövzu olmur, amma düşə də bilər. Çünki toplum özündə varsa, imtahanlarda, sınavlarda qarşınıza çıxacaq. Az olsa da çıxacaq. Ümumiyyətlə, bunun əsasını sizə deyim də, necə daha rahat öyrənə bilərsiniz. Biraz bayaq dediyim o tapşırıqda göstərmişdim. Say sistemlərinin toplanması. 5 ilə 8-i toplama məsələsi ki, 16 gəlib cavab 1-6 alınıb, amma onluq say sistemində 13 alınıb. Mahiyyət odur. Onu başa düşdüyünüz halda artıq siz istənilən say sistemləri toplaya, çıxa və vura biləcəksiniz rahatlıqla. Elə də çətin deyil. Hər adam onluq say sistemində, yəni deyək ki, 13-ü 16-ya vuran adam, 13-ü 16-ya rahatlıqla vuran adam gedib 8-lik say sistemində də 7-1-i, nə bilim, 1-6-ya vura bilər. Ya da 2-lik say sistemində 1-1-1-i 1-0-1-ə vura bilər. Rahatlıqla. Bunda sizin çətinliyiniz yoxdursa, həmin o normal onluq say sistemində normal qaydada 50 ilə 60 toplaya bilirsinizsə, eyni qaydada başqa say sistemləri də gəlib toplaya bilərsiniz. O görə gözünüzü qorxutmayın. Bir dənə nümunə. Onluq say sistemlərindən nümunə gətirəcəm. Sonra da digər say sistemlərini bura uyğun əlaqələndirəcəm. Bir-iki dənə nümunənin artıq məncə başa düşərsiniz burada. Elə çətin bir hissə yoxdur. Toplama əməliyyatı onluq say sistemləri. Onluq say sistemləri bizim normalda istifadə etdiyimiz say sistemlərdir. Riyaziyyatda gedib misalları nə ilə yazırıq? Normal ədədlərimizlə yazırıq. Hər hansısa say sisteminə yazmırıq ki. Öz say sistemimizdir. Və ona biz onluq say sistemi deyirik. Normal qaydada, məsələn, siz 54-ün üzərinə gələndə, 54-ün üzərinə necə gəlir? 67 gəlirsiniz də. 54-ün üzərində 67 gələndə necə yazırıq? 4-ün üzərində 7, düşür 11. Bu 11-i yazırsınız bura, qalıq yazırsınız bura, tam hissəni atırsınız digərdə. Bu da belədir. Çünki onluq say sistemində neçə hansı rəqəmlər var? Gəlin ümumi olaraq baxaq. Onluq say sistemində 0 var, 1 var, 2 var, 3 var. Sonra nə var? 4 var, 5 var, 6 var, 7 var, 8 var və bir də 9 var. Onluq say sistemində. Və 9-dan o tərəfə artıq yoxdur. 10, 11, 12 onlar ədəddir. Bax, qarışdırmayın. Çünki demişik ki, hər bir say sisteminin əsası nədirsə, ən böyük qiyməti ondan bir pay aşağı olmalıdır. Onluq say sisteminin əsası 10-dur. Və ən böyük qiyməti isə bir pay aşağı olacaq, yəni 9 olacaq. Ən böyük rəqəm. Demək, burada 4-ün üzərinə 7 gələndə cavab neçə alınır uşaqlar? 4-ün üzərinə 7 gələndə cavab alınır 11. Düzdürmü? 11 alınır. Amma 11 yazma ixtiyarımız yoxdur. Biz nə edirdik? İbtidai sinifə qayıdaq. İbtidai sinifdə eləyirdik. 11-i bölürdük 10-a. Yəni əsasa bölürdük. Baxın, 10-a bölmək onluq say sistemi deyə əsasına bölürsünüz. Əgər 8-lik olsaydı 8-liyə bölərdiniz. 8-ə bölərdiniz. Ya da 16-lıq olsaydı 16-lığa. 11-i 10-a bölürsünüz. Tam hissə düşür 1. 1-i 10-a vuranda 10. Qalıqda necə düşür? 1. Bu qalıq nədirsə, bu qalığı aparıb yazırsınız cavab olan hissədir. Baxın burada. Qalıq hissəni aparıb qeyd edirik. Baxın burada. 1. Bu qalığı. Tam hissə neçədir? Tam hissə isə 1 imiş. Bu 1-i də atırıq ifadənin sol tərəfinə. Baxın bura. Yaddaşa. Və bu 5-in üzərinə bu tam hissəni gəlirdi. Tam hissə neçədir? 1. 5-i 1 ilə toplayırıq, olur 6. Yəni bu 5-in yerinə artıq 6 yazılır. 6 ilə toplayırsınız bu 6-nı. 6 ilə də 6-nı toplayanda neçə eləyir? 6 ilə də 6-nı toplayanda 12 eləyir. Düzdürmü? Amma 12 yazma ixtiyarınız yoxdur. Siz yenə eyni qaydanı 12-ni gedib əsasa bölməlisiniz. Yəni 10-a. Tam hissə düşəcəksiniz 1. 1-i 10-a vurursunuz 10.
qalıq düşür 2. Yəni eyni üsulla qalığı 2-ni gətirib atırsınız bura. Qalıq 2-ni atırsınız bura. Sonda nə olur? Tam hissə 1-dir. Bu 1-i də yenə atırsınız ifadənin hansı hissəsinə? Sol tərəfinə. Bunu biraz silək, yer açaq burada. İfadəni atırsınız sol tərəfinə. Sol tərəfinə atırsınız, bu da düşür bura. Sonra 1-in üzərinə də heç nə gəlmirsiniz. Yəni heç nə yoxdur burada ki, gələsiniz. Elə biz 0-la toplayırıq. Olur 121. Cavab hazır. Eyni qayda, eyni formada digər say sistemləri üçün keçərlidir. Baxın, özünüzü qorxutmayın ki, bu 8-li idi. Ola bilsin 5-li say sisteminə düşə bilər sizə, 4-lü də düşər. Ya da yazarlar da 12-li say sistemi. Yenə eyni məsələdir. Nəsə bir fərq yoxdur orada. Sadəcə addır. Addır ki, elə yazıblar. İndi gəlin eyni üsulu, məsələn 8-li say sistemində eləyək. 8-li say sistemində yazaq neçə? 7, 4 yazaq. Üstə gəlin neçə yazaq? 6, 5 yazaq da. Çünki 8-li say sistemində ən böyük rəqəm 7-dir. Rəqəmlər neçədən başlayır? 0, 1, 2, 3, 4, 5, 6, 7. Artıq 8, 9 yoxdur orada. Onluq say sistemindəki kimi. Çünki əsası 8-dir. Ən böyük rəqəm də 8 minus 1. Əsas çıx 1% aşağı olmalıdır. İndi 4 ilə 5-i toplayın. 4 ilə 5-i toplayanda neçə verirsə? 9 verir, düzdürmü? Amma bu 8-li say sistemində. Hətta qıçında yazaq 8. Ayağında 8 yazaq. Və 9 yazmaq olmur. Ona görə mən 9-u bölməliyəm neçəyə? Say sistemin əsası 8-dir. 9-u 8-ə böləm. Tam hissə düşür 1. 1-i 8-ə vuranda 8. Qalıq da düşəcək 1. Düzdürmü? Qalıq da düşəcək 1. Əla. Gedib yazırsınız qalığı bura. Baxın. Qalığı yazırsınız bura. Tam hissə neçədir? 1. Bu 1-i də atırsınız sol tərəfə. Eyni onluq say sistemində olan üsulda heç nə dəyişiklik yoxdur. Sadəcə əsas fərqlidir. 8-ə bölürsünüz. Ona deyil 8-ə bölürsünüz. Eyni alqoritmdir. Eyni gedişatdır. 1. İndi bu 7-dir. 7-nin üzərinə gəlirsiniz, təbii ki, yaddaşda olan biri eləyir 8. 8-in üzərinə sonra gəlirsiniz bu 6-nı. 8 ilə 6-nı toplayırsınız. Neçə elədir? 8-in 6-nı topladıq, elədi 14. Təbii ki, 14 yaza bilmərəm. Çünki 8-li say sistemindən söhbət gedir. Bölürəm 8-ə. Tam hissə düşür 1. 1-i 8-ə vururam 8. 14-ü də 8-ə böləndə qalıq neçə düşəcək? 6 düşəcək, eləmi? 6 qalıq. 6-nı yaza bilərəm burada. Baxın burada. 6-nı yazıram burada. Tam hissə neçə düşdü? 1 düşdü. Bu 1-i də eləyirəm ifadənin sol tərəfinə. Yəni ifadənin sol tərəfinə. Bu 1 qaldı burada. 1-in də üzərinə gəlim heç nəyə. Heç nə yoxdur deyə heç nə. Gəlirəm. Cavab edəcək 1, 6, 1, 8-lik say. Bu qədər sadə. Əgər sonra sizdə çevirmə falan istəsə ki, cavabı 16-lığa çevirin. Aldı 8-liyi, çevirin 16-lığa. 16-lığa da çevirəndə 2-liyə, sonra da 16-lığa çevirmək lazım. Və ya başqa bir say sistemi. Çevirmə tələb olanda ayrı qayda ki, gedirsiniz. Bu qədər sadə. Eyni qaydada siz bunu ikilikdə də etsəz, eyni formadır. Məsələn, ikiliyi siz edin. İçinizdən biri bir dənə könüllü görək kim çıxar. 1, 0, 1-in üzərinə gəlsin, 1, 1-i. Kim deyər bunu? İkilik say sistemində toplama. Buyur. Bəli, 0 yazırıq. Aha. Neçə yadda qalır? 2-ni böldü. 2 elə də cavab 1 üstə gəl 1. Düzdür? 1 qaldı. Bəli. Bir hansı tərəfə keçir? Sol tərəfə. Bəli, oldu neçə? 1, 0, 0, 0. Düzdür. Başa düşdük də onda. Eyni alqoritmdir ki, hamısında eyni formada yazırsınız. Bu toplamadır. Artıq digərlərini yazmağa ehtiyac yoxdur. Yəni 16-da da yazsınız eyni formadır. Digərlərini də yazsınız eyni formadır. Hətta ikilikdən ikiliyə toplayanda daha rahatdır. Adi 2-yə bölürsünüz deyə. Adı nədir? Belə çubuqlu bölmədən istifadə etməyə ehtiyacınız yoxdur. İkilik say sistemində daha sadədir ona görə.
16'lıq olsaydı təbii ki, indi cavab çıxardı 80-ə, 70-ə falan çıxardı. Onda 16-ya bölməyə ehtiyac var idi ki, səhv getməsin. İndi çıxılmaya baxaq. Çıxılmada deməli, eyni onluqdan birinci nümunə göstərim, sonra. Məsələn, onluqda bir dənə nə nümunə göstərək? 76 olsun, çıxılsın 39. 76-dan 39 çıxanda necə eləyirik? Biz avtomatik fikirləşirdik, həmişə altdan 9 çıx, altdan 9 çıxanda qalır neçə? Demək, 6, burada qalır 7, sonra bura 1 var azalt. Belə gedirdik də. Belə gedirsiniz siz də. Avtomatik. Amma onun əsası nədən gəlir? Biz onluq say sistemində 0-dan 9-a qədər rəqəmlər var da burada. 0-dan 9-a. Bir də yazmıram, nöqtə qoyuram. 6-dan 9 çıxanda çıxmaq olmur. Nəticədə nə eləyirsiniz? İbtidai sinifdə belə deyirdik. Yenə ibtidai sinifə müraciət edirəm. Bəli, 7-dən 1 vaid 6-ya veririk. Bura olur 6, 7-nin yerində. Və bu 6-nın da üzərinə gəlirik 10. Niyə 10 gəlir? Çünki əsas 10-da axı. Əsası gəlirsiniz üzərinə. Bildik? Əsas 10-dur deyə, onluq say sistemi deyə 10 gəlir 6-nın üzərində. Bu 6-nın yerində 6 olacaq 16. Demək 16-dan 9 çıxacaqsınız. 16-dan 9 çıxacaqsınız. Cavab oldu 7. Bu 7 düşür bura. İndi bu 7 artıq yoxdur. İfadənin sol tərəfində 7 ilə vidalaşdıq. Bunun yerinə 6 var. Çünki 1 vaid verdik sağa. Sonra bu 6-dan da 3-ü çıxırıq. Çıxmaq olursa elə eyni qayda ilə çıxırsınız. Olmasaydı hə, fərqli bir şey eləyərdik. Zaten olmasaydı burada mənfi alınırdı. 6-dan da 3-ü çıxanda neçə qalır? 3. Demək cavab 37 imiş. Bu qədər sadə. Yəni nə etdik? Elə bir burada toplamada əgər toplayanda cavab çoxdursa bölürdük, qalığı yazırdıq, tam hissəni atırdıq sola. Burada isə azdısa əgər, çıxmaq olmurdusa, sol tərəfdən bir dənəsini götürürdük. Nəticədə onun elə ki, əsası qədəri toplayırdı üzərinə. 10 vaid toplayırdı üzərinə, olurdu 16 çıx 9. 7, bura 6 qaldı, 6-dan da 3-ü çıxanda qalır 37. İndi bunu yazaq, məsələn, 8-lik say sistemində. Nə yazaq ki, cavab belə alınsın istədiyimiz kimi? 30, nə yazaq? 32, 32 deyirəm də, 3-2, yəni 8-lik say sistemində. 3-2, bir də olsun 1-7, 8-lik say sistemində. Bunu yazanda da eyni qayda ilə 2-dən 7 çıxmaq olmur, təbii ki. 2-dən 7 çıxmaq olmur deyə siz müraciət edirsiniz ifadənin sol tərəfinə. Sol tərəfdə 3 var. 3-dən 1 vaidini atırsınız bura, artıq bu 3-lə vidalaşırsınız. Deməli, 3-ün yerinə olacaq 2. 3-ün yerinə 2 olacaq. Demək, 2-dən 1-ni atırsınız bura. Artıq bu 2-nin üzərinə 10 gəlmirsən. 8 gəlirsən. Çünki əsas neçədir? 8, düzdürmü? Əsas vaid gəlirsən. 2-nin üzərinə gəlirsən, əsası qədər. 8 gəlirsən. Bu deyiləcək 10. Düzdür? 10. Burada necə onluq say sistemində idi? 10 gəlirdi üzərinə. Çünki əsas 10-da axı, ona görə 10 gəlirdi. 8-lik say sistemində əsası 8 deyə bu 2-nin üzərində 8 gəlirsiniz. Oldu 10. Artıq bura bir 10 kimi baxırsınız. 10-dan çıxırsınız bu 7-ni. 10-dan 7-ni çıxanda bəli 3 alınır. Yaza bilərəm. Əla. Keçirsiniz ifadənin sol tərəfinə. Bura 2 deyə, bura da 1 deyə. 2-dən də 1 çıxanda 1. Deməli cavab 1-3 imiş. 8-lik say sistemi. Bu qədər sadə. İndi fərqlisini də yazım. 16-lıq üçün də yazım burada. Çıxma əməliyyatı. Məsələn yazım F, nə yazaq? FA çıxılsın 2D. Məsələn, FA çıxılsın 2D. Burada necə eləyərdiniz? İçinizdən bir dənə könüllü seçim. Elşad. Elşad deyə bunu. Bəli, A10 deməkdir. On üç. Deyəsən yox, səhv eləmərsən. 13 deməkdir, düzdür. Getdik qonşuya. Bir dəqiqə. Bura 10'dur, düzdürmü? A. Sən bir vaid götürdün buradan, atdın sağa. Nə dedin bura? 10 neçə oldu sonra?
Əsası neçədir bunun? Əsasını, bəli, 26. 26. Əsas qədər gəlirsiniz. Əsas qədər. Onluğa fikriniz gedib demirsiniz, hamısını onluq toplayırsınız. Onun üzərinə gəlirsiniz əsasını. Olacaq neçə? 26. Deməli, artıq bu A-dan işimiz yoxdur. Bunun yerinə 26 yazmaq olar. Sonra 20... Bəli. Yerdə yenə D qalacaq. Sonra 14, yəni Y qalır. A, B, C, bəli. Oldu cavab neçə? S-dir. Bu şəkildə. Düzdür. Baxın, bu yolla elə hamısında eyni formada gedirsiniz. Sadəcə o səhv eləməyin. Hamısını gəlib deməyin ki, 10 gəldi üzərinə. Onu eləməyin. Əsas nədirsə, elə gəlirsiniz. Məsələn, bir dənə fərqli birini yazın. Heç tanış olmadığınız say sistemlərindən biri olsun. Əsaslarından biri olsun. Nə yazaq? 6, 8, 6, 8, 9-lu say sistemində çıxılsın. Yox, bir dəqiqə. 6, 8 demək. 6, 5 deyək 9-lu say sistemində. Çıxılsın neçə? 1, 9. 1, 8. 1, 8. 9-lu say sistemində. Necə yazarsınız bunu? Buyur. Hı -hı. 4. Bəli, 4, 6, 9-lu say sistemi. Doğru. Ya bu formada düşsə sizə fərqli say sistemlərində eyni metoddur. Yəni toplama da düşsə, vurma da düşsə, çıxma da düşsə, eyni metod. Vurma da zaten sadədir. Vurulmanı ilə gözünüzdə böyütməyin ki, ay burada vururam, nə edəcəm? Gözünüzdə böyütməyin. Ümumiyyətlə heç nəyi gözünüzdə böyütməyin həyatda. Sadəcə dəstə deyil bu. Hər şeyi belə minimal olaraq biraz baxın. Daha sadə gəlsin. Gözünüzdə böyüdəndə hər şeyi istənilən bir situasiya çətinləşir. Bu vurulmadır. Vurulmada normalda onluq say sistemində nə edirdik biz? Adi qaydada vururduq da. Məsələn, deyək 15-i vurun 13-ə. Neçə eləyirdi? Bir-bir vururduq. 3-ü 5-ə vururduq. Neçə eləyir? 15 eləyir. Düzdürmü? Mən 15 yaza bilmərəm də bura. Düzdür? Nə eləyirəm? 15-i bölürəm. Say sistemin əsası onluqdur deyə ona bölürəm. Yenə eyni situasiyadır ki, demək 1 düşəcək, qalıq da düşəcək neçə? 5. Düzdür? Qalığı yazıram bura, tam hissə 1-dir. Tam hissəni atıram, baxın bura. Elə bir belə vurmur ki, avtomatik olaraq 3 dəfə 5, 15, 1 yadda, 3 dəfə 1, 3, sonra 3-ün üzərinə də bu yaddaşda olan 1-i gəlirdi, yılırdı 4, yazırdıq 4. Bu da belədir. 3 dəfə 5, 15, 15 yaza bilmirəm, bölürəm əsas 10-a, 1-i 10-a bölürəm, 10-a vururam 10, qalıq düşür 5. Qalığı yazıram bura, tam hissə 1-i atdım yaddaşıma. Sonra 3-ü vurmalıyam 1-ə. Bu 3-ü 1-ə vurmalıyam. 3-ü 1-ə vuranda 3, üzərinə də 1 gələndə 4. Deməli, onluq say sistemində 4 var imiş. Ona görə 4-ü yaza bilərəm. Rahatlıqla. Problem deyil. Üstə gəl. Sonra gəlirəm bu tərəfə. 1-i vururam 5-ə. 1-i 5-ə vuranda nə edəcək? 1-i 5-ə vuranda 5 eləyir, deyil? 5-i yazaram bura. 1-i də 1-ə vuranda 1. Heç bir problem yoxdur. Adi qaydadır. 5 gəldi bura. 4 ilə 5-i toplayanda ilə 9 eləyir. 9 var da onluq say sistemində həqiqətən. Olmasaydı təbii ki, eyni toplama əməliyyatının qaydasını istifadə edərdik. Sonra bura 1 düşür. Deməli cavab elədi 190. Eyni üsul. Baxın, vurma əməliyyatında da toplama əməliyyatı ilə qarışıqdır. Adi belə yan-bayan vuranda belə olurdu da. Toplayırdıq sonra, vururduq, sonra da onları toplayırdıq aldığımız hasillə. Onluq say sistemində olduğu kimi digər say sistemlərində də belədir. Məsələn, 1, 0, 1, ikilikdən də nümunə göstərək. Bunu vuraq 1-1-ə. Neçə alınacaq? 1-i vurarıq 1-ə, ikilik say sistemi deyək, hətta 2 də yazın. Burası səliqəsiz alındı. Oldu belə. İndi 1-i 1-ə vuranda elə 1 eləyir. Bu daha rahatdır. 1-i 0-a vuranda 0, 1-i 1-ə vuranda 1. 1-i 1-ə vuranda 1, 1-i 0-a vuranda 0, 1-i 1-ə vuranda 1. İndi gəlib toplayırsınız adi qaydalarla. Toplayırsınız. 1 düşür ən aşağı, heç nə yoxdur altında. 0-ın üstünə 1 gələndə elə 1, 1 burada düşdü 0-la elə 1, bu da 1. Belədir. 1, 1, 1 olaraq bizdə ikilik say sistemində göstərir.
Eyni üsulla. Baya bir başqasını toplayaq. Başqa bir say sistemi göstərək buradan ümumi olaraq. Məsələn, nə göstərmək olar? 8'lik say sistemini nümunə göstərək. Deyək ki, 1-4 göstərək 8'lik say sistemində. Burası neçəyə? 1-7'yə vurulsun da, məsələn, 8'lik say sistemi. Buraq indi burada əməliyyatı icra eləyək. Baxın, belə çətin görsənməsin sizə. 1-4. Eyni vurma əməliyyatı, eyni qaydadır. Birinci 7'ni 4'ə vurmalısınız, sonra 7'ni 1'ə. Buna ilə işiniz bitdi. Sonra buradakı 1'i vurmalısınız 4'ə, sonra buradakı 1'i də vurmalısınız 1'ə. Eyni əməliyyatdır. Sadəcə sonda rəqəmlər çoxalınanda say sistemin əsasına bölə-bölə gedəcək. Demək, bölmə əməliyyatı, birinci əməliyyatı yerinə yetirək. Nə olacaq? 7'ni vurursunuz 4'ə. 7 dəfə 4 normalda 28 eləyir, düzdürmü? Amma mən 28 yaza bilmərəm. 28 yaza bilmərəm. 28'i bölməliyəm neçəyə? 8'lik say sistemidir deyə 8'lik say sisteminə bölməliyəm. Əsasa bölməliyəm. 16'lıq olsaydı 16'ya bölərdiniz, 10'luq olsaydı 10'luq, 5'lik olsaydı 5'lik və s. 28'i 8'ə böldüm. Tam hissə 1, 2, 3 düşdü. 3 dəfə 8, 24. Qalıq neçədir? 4. Və mən bura yazmalıyam sadəcə qalığı. Sadəcə yazacağım qalığı. 4'ü yazdım bura, yaddaşda qaldı 3. Buna bir dənə burada qeyd edeyim özünüz üçün. Yadınızdan falan çıxmasın. Həmişə qeyd eləməkdən çəkinməyin. Nə qədər qeyd edirsiniz, eləyin. 3. 7'ni vurursunuz 1'ə. 7'ni 1'ə vuranda 7 eləyir. Bu yaddaşda olan 3 ilə toplayırdım da. Normal 10'luq say sistemdə eləyəndə belə idi də. Vururdum, sonra yaddaşda olanı toplayıram. 7'ni 1'ə vuranda 7, 3 ilə gələndə 10 eləyir. Amma 8'lik say sistemdə axılın yoxdur. Mən nə etməliyəm? Yenə eyni qayda. Onu bölməliyəm 8'lik say sistemi əsası, yəni 8'ə. Onu 8'ə böləndə tam hissə düşəcək 1. 1'i 8'ə vurdum 8. Qalıq olacağı neçə? 2. Düzdürmü? Burada alındı 2. Və mən qalığı yazıram bura, 2'ni yazıram bura. Tam hissəni də atıram ifadənin yenə sol tərəfinə. Yaddaşda qalsın. Amma burada artıq heç nə yoxdur deyə fərqli bir vurma yoxdur da. 7'ni 1'ə vurdum. Qalıqda 2, tam hissə 1'ə atdım ifadənin sol tərəfinə. Heç nə yoxdur deyə bu 1'i də atıram bunun soluna. Normal 10'luqda da belədir. Yazırsınız. Əgər verilmiş qiymət artıq kənardadırsa, siz artıq bitdisə vurma əməliyyatları. Belə alt-alta vuranda. Vurma bitdisə nə edirdiniz? Bunu da atırdınız sol tərəfə. Sonuncu rəqəmi də yazırdınız ən sola. Burada da ən sonda 1 aldı. Buna görə bunu kənarda yazırsınız. Bu 12 kimi olmur axı. Bu 12 kimi olmayacaq. 1, 2 kimi olacaq. 8'i də göstərir. Burayla işimiz bitdi. Keçirik aşağı. Yəni 1 buna, bunu vurmağa. 1'i vururuq 4'ə. 1'i 4'ə vurana 4 eləyir. Bəli, 8'lik say sistemində rəqəmlərindən biri də 4'dür. Deməli, bura olacaq 4. Sonra 1'i vurursunuz 1'ə. Elədi 1. Əla. Toplama əməliyyatını yerinə yetirirsiniz. 4 düşdü aşağı. 2 ilə 4'ü toplayırsınız. Edəcək 6. 1 ilə də 1'i toplayanda elə 2 edəcək. Deməli, bu 8'lik say sistemində nə imiş? 2, 6, 4 imiş. Bu şəkildə. Hamısında eyni tipdə yazmaq lazımdır. İndi biraz nümunə tapşırıqlar yazaq bunun əsasında. Belə yazacağım bura. Bir-bir könüllü seçim aranızdan hamı işləsin. Sırayla. Ya da belə eləyək. Yazıram bura. Yazıram bura. 1, 2, 3, 4. Birinci dəftərdə yazarsınız. Dəftərdə yazın. Bitirin. Sonra da baxaq bir-bir. Məsələn, nəyə baxaq? Nəyə baxaq? Bir dənə toplamasından yazaq. 1, 0, 1, 1, 1. Üstə gəl. 1, 1, 0, 1. Bu toplama ikilik say sistemindədir. İkilikdir. Sonra birini yazaq. 1, 1, 0 vurulsun 1, 1. Bu da yenə ikilik say sistemindədir. Bu da vurma əməliyyatıdır. Növbəti FA, FAB 16'lıq say sistemində çıxılsın
A4 16-lıq say sistemində. Bir dənəsində yazaq, nə? Qurmaq üçün yazaq. Qurmaq üçün yazaq və 8-lik say sistemini vuracaq. Məsələn 7 1 8-lik say sistemində ya da çıxma olsun. 7 1 8-lik say sistemində çıxılsın. 1 9 8 1 9 yox. 1 6 1 6 8-lik say sistemində. Yazın bunları. Ümumi bir 4 dəqiqə vaxtınız var. Səhifəni də sildim. Görürsünüz ekranı. Yazın. 24'e kadar yazın, gözləyirəm. Hətta 24 nədir? 23'e kadar. Bəli, 4 dənəsini yazın. Sonra aranızda könüllü seçib yoxlayacaq. Son 1 dəqiqə yekunlaşdırmaya çalışın. Sınıfta 1 dəqiqə qalır. Yox, 5 dəqiqə tutar. Toplanacaq. 5 dəqiqə. Binə nə qədər desəm, Aa, 23 oldu. Yazdıq uşaqlar. oldu. Yoxlayaq onda. Demək kimi könüllü seçək. Könüllü var başqa. Elşad və Məhbubədən başqa. Gülcan. De birincini. Bir de saniye. 1 0 1. Aha. 1 ilə 1'i topladın. Bəli. Hı. Bəli. Aha. Axırda da 1 cavab oldu. 1 0 0 1 0 şəklində. Bəli, doğrudur. Tamamilə düzgündür. Bu hissəsini silək, keçək ikinci suala. Başqa bir dənə könüllü seçək. Yox, sən demə, gözlə. Desin Röya. Vurma əməliyyatı. Yazmısan Röya. Demə, burada qeyd edeyim. 1 1 0 vurulsun 1 1. Hə. Bəli. 1. Aha.
Vurduq. Sonra nə edirik? Aha. Sıfır qalıq. Sonra sıfır. Aha. 1. Bəli, cavab olur. Cavab da olur 1 0 0 1 0. Aferin. 1 0 sonra nə var idi? 0 1 0. Düzgündür. Sonra 16'lıq say sistemidir. Başqa kim desin? Nurcan desin. 16'lıqların çıxılmasıdır. AB 16'lıq say sistemi. Biraz aşağıdan yazın. Gəlin qarşısını tutuyorum. AB 16'lıq çıxılsın A4'dən. Aha Nurcan. Aha. AB yo A10'dur. A10. B 11'dir. Aha denən. 16'lıqdadır bəli. AB varsa 16'lıqdadır. Təbii ki. Bəli. Çıxdıq. Neçə qaldı? 7. Aha. Sıfır, yəni yazmırıq. Qaldı cavab nə qaldı? 7, 16'lıq say sistemində. Doğrudur. Yanlış. İkisi də A-dır da. A. AB çıxılsın A4. 11 çıxılsın 4. Neçə qaldı? 7. Düzdür. Çıxılmayanda hansını deyirsən? 7-ni deyirsən? O çıxılmayanda. Bu çıxılır. O B böyüdür axı. 11-dən 4-ə çıxırsa çıxılır. 7 də zaten 16'lığın rəqəmləri içərisində var deyə rahatlıqla yaza bilərəm bura. Ondan da onun çıxanda 0. 0'ı buraya yazmaya ehtiyac yoxdur. 7 olacaq. 7. Aha, qaldı deməli hansı? Hansı qaldı? Nə qaldı burada? 7 1 7 1. Çıxılsın 1 6. Buna desin, deməli Nərmin desin. 7 1 çıxılsın 1 6. 8'lik say sistemində. Ah, necə yazaq Nərmin? Deyin onda. Deyin. Bir dəqiqə, burada siz yazırsınız. Burada da yazırsınız deyəsən. Baxın. Mesajlar gəlir. Demək bu var. Aha. Altında 1 çıxırıq. 6 çıxılsın 1 5. 1 o da elə 8 idi. 1 1. Eləyir 5 3 8'li say sistemində. Bu şəkildə. Gördüyümüz kimi hamısında eyni. Eyni məntiqdir. Yəni burada belə fərqli bir üsul yoxdur. Sadəcə praktik eləmək lazımdır, hesab olmaq lazım. Deməli Nərmin, sən də yeni qoşulmusan. Ona görə ilk başda belə çətinlik olmağı normaldır. Çünki hər kəsdə olur bu. Və video izahları izləyərsən sən də əlavə olaraq göndərdiyim materialları.